Danışa bilər. Kim özünə güvənir? Yaxşı, Mehdi. Buyur, danış şahmatın faydaları haqqında. Otur. Şahmat beyni gücləşdirir. Şahmat beyni bilik sağlayır. Riyaziyyatı bilikləndirir. Şahmat yani çox gözəl bir oyundur. Ay sağ ol. Əla, sağ ol Mehdi. Çox gözəl bir oyundur. Əla, sağ ol Mehdi. Hə, de Kamal. Mən şahmatı öyrənmək üçün birinci riyaziyyat yaxşı olmalıdır. Ondan sonra mən şahmat maraqlı bir oyundur. Maraqlı oyundur. Ondan sonra mən Şahmat oynayan uşaqlarda şahmat mən riyazi hesablama daha yaxşı olur. Aysel, riyaziyyatı. Şahmat oynayanda biliyi artır. Əla, əla. Sonra kim danışa bilər? Hə, danış ağa. Məsələn, şahmat, məntiq və riyaziyyatın bir kimi bir şeydir. Yəni şahmat oynasan, riyaziyyat da bilərsən, məntiqi də bilərsən. Əla, məntiqi biliyi inkişaf elətdirir. Əla, sağ ol. İnkişaf eləyə bilərsən. Ay, sonra kim danışır? Ha, Banu, danış görüm gülüm. Ha. Şahmatı bilən riyaziyyatı da bilər, riyaziyyatı bilən şahmatı da bilər və riyaziyyatımız güclənər. Ay, sağ ol. Ha, Zəhra bala, sən danışmaq istəyirsən? Bir də şahmatın faydaları haqqında danış. Şahmat beyni gücləndirir, yaddaşı daha yaxşı edir və riyaziyyatı kömək edir. Ay, riyazi biliklərin inkişaf etdirməsinə kömək edir. Yahya bala, şahmat necə oyundur? Güclü oyun. Yaxşı oyundur, hə? Xoşun gəlir şahmatdan? Sevirsən şahmatı? Ay, sağ ol sən, Yahya bala. Sən nə edərsən? Çempion olarsan? Hə? İnşallah. Hə, başqa kim danışır? Gələk danış görək. Şahmat sevirsən? Xoşuna gəlir şahmat. Şahmat necə bir oyundur? Qəşəng bir oyun. Ay, sağ ol. Elnur, sən nə deyirsən? Şahmat çox dözümlü oyundur, çoxlu oynamaq lazımdır. Ah, sağ ol səni. Hə, uşaqlar, əhsən, yaxşı oynayın, inkişaf eləyin. Şahmatın faydaları həqiqətən çoxdur. İnşallah ki, şahmatın elə ən yaxşı cəhətləri, ən yaxşı xüsusiyyətləri sizə çox faydalı olsun. Həyatınızda, təhsilinizdə uğurlar.